Bismillahirrahmanirrahim. Bayaq bir dənə hədis oxuyurdum. Elə dedim o hədisi sizdən bölüşüm, amma təəssüf ki, kitab yanımda olmadığına görə, amma telefonda qeyd olunub, istəyirəm o hədisi sizdən bölüşəm inşallah. Əzizlər də üzrlü hesab eləsinlər, kitabdan oxumadığımıza görə. Hədis mərhum Şeyx Səduqun Xisal kitabından nəql olunur, İmam Cəfər Sadiq əleyhissalamdan. 5 xüsusiyyət var ki, onlardan birini itirən insan daim həyatında naqislik içində olar, ağlı qarışar, qəlbi məşğul olar. Birincisi budur ki, bədənin sağlamlığı. İkincisi, təhlükəsizlik, əmin-amanlıq. Üçüncüsü, ruzi bərəkətdə bolluq. Dördüncüsü, uyğun və mehriban həmsöhbət. Ünsiyyət yoldaşı. Həm də ravi ki, mən imamdan soruşdum ki, bu da ünsiyyət yoldaşı, yəni uyğun həmsöhbət nədir bu da? İmam buyurdu ki, salih həyat yoldaşı, salih övlad və salih dostdur. Beşincisi isə bu xüsusiyyətlərin hamısını özündə cəmləyən rahatlıq və asudəlikdir.